TikTok dünənə qədər yox idi. Azərbaycanda kim acından öldü ki? Çörək pulu qazanmalı, amma mütləq mi TikTokdan qazanılmalıdır bu çörək pulu? Olmaz olsun bu çörək pulu. Hər şeyinizi ortalığa qoyursunuz. Gənclərimiz ana-bacı söyüşü ilə böyüməli deyillər. Gənclər o tərəfə qalsın. Baxırsan kişinin ağzında dişi yoxdur, saç da yoxdur ha. Söyüşün birin bir qəpikdən. İndi bilmirsən buna ağsaqqal deyəsən, yoxsa ağçaqqal deyəsən ki, ay kişi ayıbdır da. Niyə bizi erməni baxıb gülməlidir ki? Bunlara bax, meymunluq eləyirlər TikTokda. Niyə deməli deyə dığa, ayağımıza su tökməyə yaraşmayanlar bizim xalqa, bizə millət olaraq lağ eləmədilər. Niyə? Kimsə özünü apara bilmir. TikTok sosial şəbəkəsində ona görə. Dün Azərbaycan qadınları nə namus bilirlər, nə ar bilirlər, nə abır bilirlər. Hamamda çimirlər, TikTokda canlı yayım açırlar. Canlı yayımında oturub minlərlə insan bir qadının ayağına, əlini necə təraş eləməyinə baxır. Yəni bilirsiniz bu nə deməkdir? Bu səpkili canlı yayımlara dəstək verən o dırnaq arasında Azərbaycan kişiləri var ha. Günahkar olan sizsiniz.